Dedim ki, xətti funksiyalar paralel ola bilər, üst-üstə düşə bilər, bir də bir nöqtədə kəsişə bilər. O üç halını da gəl bu Desmos proqramı vasitəsilə göstərək. Birinci funksiyanı yazıram, bax Yusif. Y bərabərdir 3x üstəgəl 2 yazdım. 3 yazdım. Bax, görürsənmi çəkdiyim funksiyanı? Avtomatik mənə funksiyanı çəkir. Bəli. B burada neçədir? 3-dür. Bax, görürsənmi 3-ü? Deməli, Y-ın 3 nöqtəsində kəsib. 0-3 nöqtəsində bunun x-i 0-dır, Y-ı 3-dür. İndi aşağıdan növbəti funksiyanı yazıram. Elə eləyim ki, bunlar nə olsun? Paralel olsun, Yusif. Paralel olması üçün şərt necədir də görüm? Paralel olması üçün A-lar necə olmalıdır? A-lar eyni. A1 bərabərdir A2 mi? Bəli, B1-lər isə fərqli olmalıdır. Bax, buradan A1-lər, bax, bunun A1-i 3-dür. Digərinin A1-i də, A2-si də mütləq 3 olmalıdır. İndi B1-i mənfi 3 yazıram. Bax, görürsən, bunlar paralel oldu mu? Bəli. Bəli, deməli, burada A1-lərlə A2-lər A1 A2-yə bərabər oldu. B1 ilə B2 isə bir-birindən fərqli oldu. Onda deyirəm ki, bu funksiyanın qrafikləri, xətti funksiyanın qrafikləri paralel olur. Bu vəziyyəti başa düşdük. Davam edirəm. İndi gəl, kəsişən halına baxaq. Kəsişən halında şərt necədir? De görün mənə. Xətti funksiyalar kəsişməsi üçün necə olmalıdır? A1-lər necə olmalıdır? Deməli, xətti funksiyaların kəsişməsi üçün A-lar fərqli olmalıdır. B-lər eyni də ola bilər, müxtəlif də ola bilər. Məsələn, bax, yazıram. 2x minus 3 yazdım. Bunun A-sı neçədir? A1-i 2-dir. B1-i mənfi 3-dür. Digər funksiyada A-lar fərqli olmalıdır. Bura 2 yazmışamsa, 2-dən fərqli qiymət yazmalıyam bura. Məsələn, yazıram 4. 4-ü qız, B-sini də eyni yazaq. Bu dəfə B-ləri bərabər götürək. Bax, nə oldu Yusif? Bu funksiyanın qrafikləri nə oldu? Bir nöqtədə kəsişdi. Görürsənmi bu nöqtəni? Mavi ilə yaşıl xətti görürsənmi? Bəli. Deməli, bu funksiyaların qrafikləri bir nöqtədə kəsişir. B-ləri bu dəfə fərqli. İndi B-lərini fərqli götürürəm. Bax, bunun B-sini fərqli götürürəm. Bayaq B-ləri eyni götürdüm. Bunun B-sini məsələn götürürəm. Üstə gəl 1 yazıram. Gördünmü? B-ləri fərqli oldu. B-ləri bərabər də ola bilər, fərqli də ola bilər. Əsas odur ki, A-ları bir-birindən fərqli olsun. Bax, burada kəsdim. Bu nöqtədə kəsdim. Mavi ilə yaşıl xətlər bir nöqtədə kəsişdi. Deməli, indi gəldi üst-üstə düşməsi üçün. Üst-üstə düşməsi üçün nə sözünü yadda saxla dedim? Əkizlər sözünü yadda saxla. Əkiz olmalıdırlar. Bəli. Yazıram Yusif. Məsələn, x üstə gəl 4 yazdım. X üstə gəl 4-ün qrafikinə bax. Y hansı nöqtədə kəsdi? 4 nöqtəsində. Bu 4 nöqtəsi mənim B-min nöqtəsidir. B-yə bərabərdir. Altdan da yazıram. Buna bərabər eyni tıpadıq eynisini yazıram. X üstə gəl 4 yazıram. Bax, üst-üstə düşdü. Bu yaşıl xəttin içində həm yuxarıdakı funksiyanın, həm də aşağıdakı funksiyanın qrafiki var. Üst-üstə düşdü bunlar. Başa düşürükmü Yusif? Bəli. Belə qrafiklə göstərəndə daha maraqlı olur, elə deyilmi? Bəli. İndi mən koordinatları daxil edirəm. Gəl bərabər maraqlı bir kod quraq səninlə bərabər. Deməli Yusif, bax, sən də quracaqsan. Y bərabərdir. Bu altdakı klaviaturanı görürsənmi? Bu klaviaturanın köməyi ilə quracam, bax. X-in kvadratı. X-in kvadratı. Yuxarıdakı funksiyaları silin, mənim çaşdırmasın. X-in kvadratı üstə gəl. Mötərizə açıram. Burada mötərizə işarəsini qoyduq. Y minus Y üstündə, bax, kəsir xəttindən istifadə edəcəm burada. Y üstündə kvadrat yazaq bura. 2 bölünsün 3. Kəsir xətti nəyi bildirir? Bölməməlini. 2 bölünsün 3 yazıram. Bax, kəsir xəttinə çevrildi. Sonra bunun mötərizəsini bağlayıram. Üzərinə yazıram bunun kvadratı. Aha, bərabərləşdirirəm 1-ə. Ürək. Bəli, ağlım. Bunu səndən də xahişim odur ki, Desmos proqramında çəkirsən. Aydındır mı? Yaxşı. Aha, bax, xətti funksiyanın qrafikləri mövzusunda qarşılıqlı vəziyyətini, sənə məsələn ev tapşırıq kimi verdiyim funksiyaları bu Desmos proqramında qur. Gör necə maraqlı funksiyalar, qrafikləri alınacaq.